Hər vaxtınız xeyir olsun. Təbriz müəllim, əziz iştirakçılarımız. Biz bu gün Ada Law Society olaraq Təbriz müəllimlə EQA-nın fəaliyyəti ilə daha yaxından tanış olacağıq. Təbriz müəllim bakalavr pilləsini Prezident Dövlət İdarəçiliyi Akademiyasında, magistr pilləsini Türkiyənin Səlcuq Universitetində tamamlamışdır. Daha sonra elmi fəaliyyətinə Ankara Universitetində başlamış və Ankara Universitetinin doktorantura pilləsini bitirmişdir. Təbriz müəllimin əsas fəaliyyət sahələrinə keçdiyi dərs kimi publik hüquq, inzibati hüquq, beynəlxalq hüquq və kiber təhlükəsizlik hüququ sahələri daxildir. Təbriz müəllim görüşümüzə öz xoş niyyətinizi bildirdiyiniz üçün təşəkkür edir və sözü sizə veririk. Çox sağ olun, təşəkkür edirəm. Mən də sizlərə məni dəvət etdiyinizə görə təşəkkür edirəm. Hər halda elə hesab edirəm ki, bizim borcumuzdur. Belə dəvətlər varsa, onları qəbul etmək və tələbələri bu və ya digər şəkildə öz elmi fəaliyyətimizlə və yaxud da hüququn ayrı-ayrı istiqamətləri üzrə tanış etmək. Bugünkü mövzumuz praktik bir mövzudur. Əslində biraz da texniki də demək olar, amma hər nə qədər texniki, praktik olsa da, əziz tələbələr, EQA-nında yaxşı axtarmağı bacarmaq, yaxşı axtarış bacarıqlarına sahib olmaq əslində sizi 1-ə 5, 1-ə 10, bəzən 1-ə 100 qabağa sala bilər. Yəni, çünki həqiqətən bu çox praktik olsa da, texniki olsa da bir hüquqşünas kimi də sizə həqiqətən lazım olacaq. Zaman-zaman gələcəkdə görəcəksiniz ki, elə aktlar, elə sənədlər var ki, onun EQA-nda ya tapmaq olmur, ya ləğv edilib sənəd, ya hansısa formada deyək ki, keçmiş tarixə aiddir, konkret tarixi bilirsiniz, aktın nömrəsini bilmirsiniz və s. və l. Belə fərqli punktlar üzrə sizdə axtarış bacarıqları yaransa, mən hesab edirəm ki, gələcəkdə mən az öncə söylədiyim sıxıntılı məqamlarla daha az rastlaşacaqsınız. Bu belə. Əslində mənə dəvət gələndə və ayın 12-si deyiləndə qəbul etdim. Bir düşündüm ki, bir PPT, prezentasiya hazırlayayım. Zaten mənim tələbələrim bilir, mən prezentasiya ilə dərs keçməyi sevirəm. Çünki xatirimə gəlir, həm də göz yaddaşı baxımından. Amma daha sonra dedim ki, EQA-nın özü elə prezentasiyadır. Yəni, mən orada bilavasitə göstərməliyəm sizə detalları ki, sizin göz yaddaşınıza o daha çox həkk olsun. Amma mənim tələbələrim bilir, mən monoloq danışmağı sevmirəm. Yəni, mən çox vaxt arzulayıram ki, auditoriya mənlə bərabər öyrənmə prosesinə qoşulsun və biz qarşılıqlı əslində bir-birimizdən nəsə öyrənək. Çünki mən hesab eləmirəm ki, burada ancaq öyrədən tərəf mən olmalıyam və yaxud da ola bilərəm və yaxud da ki, olmaq qabiliyyəti, qüdrəti ancaq məndədir. Hesab edirəm ki, mənim də sizdən nəsə öyrənə biləcəyim məqamlar ola bilər. O baxımdan burada da sizlərdən fəallıq gözləyirəm. Bu intro. İndi keçək konkret məsələyə. Deməli, əziz tələbələr, bu EQA-nın belə tabir yerində isə, yaxşı bir söz var Anadolu türkçəsində, deyir, tabir yerində isə EQA-nın əslində hüququn şəkli mənbələrini, yəni pozitiv hüququn Azərbaycan kontekstində pozitiv hüququn qibləgahıdır. Yəni, hansısa bir hüquq axtaranda, sənəd axtaranda, norma axtaranda, qanun axtaranda, qanunvericiliyin aktlarını axtaranda mütləq EQA-na daxil olmalısınız. Onda sual yaranır, EQA-nın kimindir? EQA-nın kim tərəfindən idarə olunur? Hansı qurumlar tərəfindən idarə olunur? Əlbəttə ki, EQA-nın Azərbaycan Respublikasına aiddir. Daha konkret, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsi var. Nazirliyin strukturuna daxil. Həmin idarə tərəfindən idarə olunur. Yəni, sözün həqiqi mənasında EQA-nın platforması məhz həmin baş idarə tərəfindən koordinasiya edilir və bir növ deməli, fəaliyyəti təmin edilir. Birbaşa EQA-nın aza daxil olaq. Artıq ekrandadır, məncə görürsünüz. EQA-nın bax, diqqət edirsiniz, ən başda, bax, elə burada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hüquqi haqların vahid elektron bazası. Yəni, EQA-nın Azərbaycan Respublikasına aid, Azərbaycan Respublikasının strukturunda birləşən, strukturunda var olan bütün təsisatların aktlarının toplandığı bir vahid platformadır və rəsmi platformadır. Dərhal sual yarana bilər ki, axı bu onlayn platformadır, elektron platformadır. Əgər buna bayaq da bizim deməli moderator yeri gəlmişkən elə vurğuladı, mən kiber təhlükəsizlik də mənim sahələrimdən biridir. Bura kiber hücum olsa, bura hansısa formada deyək ki, müdaxilə olsa, onda nə olacaq? Yəni çökəcəkmi? Biz sənəd tapa bilməyəcəyikmi? Başdan deyim ki, bütün bu riskləri önləmək üçün, risklərin önünə keçmək üçün əlbəttə ki, bütün aktlar rəsmi deməli, yayın orqanlarında da, rəsmi qəzetlərdə, rəsmi informasiya agentliyində və həmçinin də
Azərbaycan Respublikasının rəsmi qanunverici toplusunda da dərc olunur. Yəni bunlar ancaq elektron olaraq var deyil, elektron olaraq mövcud deyil. Yəni bunların fiziki çap versiyalarda olduğuna görə o mənada risklərin bir növ bərtaraf edildiyinin altını çıza bilərik. Əziz tələbələr. İndi gəlin e-qanundan başlayaq ki, e-qanunda birinci nəyə başlamaq lazımdır, necə başlamaq lazımdır? Bax, elə ən asanından başlayaq birinci. E-qanunda, əziz dostlar, ən rahat məsələlərdən biri. Məsələn, bizdə indi kodifikasiya edilir bütün aktlar, amma bax, ən sonunda, e-qanun nazirinin ən sonunda bu məcəllələr qismində mən işarətləyirəm, yəqin ki, siz görürsünüz. Azərbaycan Respublikası qanunverici sisteminə daxil olan bütün məcəllələr bax, sıralanıb burada. Ən asan, belə deyək də, sizin rahat bir şəkildə tapa biləcəyiniz məqam. Bütün məcəllələr ən aşağıda heç axtarış vermədən buradan avtomatik tapa bilərsiniz. Başa düşürəm, daha çox tələbələr də, müəllimlər də, hüquqşünasslar da öyrəşiblər ki, bu Google üzərindən axtarış məsələsi. Əlbəttə, bu bəzən və yaxud da qismən effektiv sayıla bilər. Amma bir çox hallarda da bu köməyə yetmir. Yəni, bir çox hallarda köməyə yetmir. Çünki Google üzərindən axtarış daha çox sözə görə axtarılır. Deyil mi, əziz tələbələr? Yəni, sözə görə axtarış olduğuna görə də bəzən tam, belə deyək də, nöqtəyə düşmək olmur, tam üzərinə düşmək olmur, tam xətti tapmaq olmur. Yəni, o mənada e-qanunun öz funksionallığı var, ondan da istifadə etmək lazımdır. Bu sözə görə axtarış funksiyasından başladığıma görə bunu ən axıra saxlayıram. Yəni, bu sözə görədən ən axırda bəhs edəcəyik. Birinci başlayaq nömrə üzrə axtarışdan, hansı ki, ən effektiv axtarış növlərindən biridir. Bax, diqqət edin, e-qanunu açan kimi burada hüquqi aktların reyestri, ondan sonra beynəlxalq müqavilələr, əsas sənəd və Naxçıvan Muxtar Respublikasının hüquqi aktları deyə 3 punkt çıxır. Bax, diqqət edin, məsələn, hüquqi aktların reyestrini, bax, oxu tuşlayıram, yaşıl ışıq yandı, deyil mi? Yaşıl yandığı anda artıq hüquqi aktların vahid elektron bazası punktu aktiv olmuş olur. Bunu eyni qaydada söndürürəm, deaktiv eləyirəm, beynəlxalq müqavilələrə gəlirəm. Beynəlxalq müqavilələri aktiv eləyirəm, yaşıl yandı. Artıq bu o deməkdir ki, beynəlxalq müqavilələr bəndi üzrə, punktu üzrə aktivasiyaya keçirilib və mən buradan gəlib axtar düyməsinə sıxsam, bax, yuxarı sağ küncdə axtar düyməsi var, gördünüz? Axtar düyməsinə tıkladığımda avtomatik yalnız beynəlxalq müqavilələr çıxacaq. Tamam, bax, mən hətta tıkladım, çıxdı. Diqqət edin. Məsələn, Prezidentin fərmanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə, bax, burada çıxıb, Braziliya Federativ Respublikasının birinci, deməli, çıxan sənəddən danışırıq. Onu tıkladıq da, ona qayıdarıq. Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu. Bu hansı ki, hökumətlərarası sazişdir. Hökumətlərarası sazişdir, əziz dostlar. Tamam mı? Hökumətlərarası sazişdir. Digər tərəfdən qanunlar isə fikir versin, daha doğrusu dövlətlərarası sazişlər isə diqqət etsin, ikincidə qanundur. Orada qanunla təsdiq olunub. Çünki mövcud bizim konstitusiyamıza görə də dövlətlərarası sazişlərin mütləq Azərbaycan Respublikası parlamentində ratifikasiya edilməsi lazımdır. Nəysə, buralara gələrik də, biz geri qaydıq e-qanuna yenidən, e-qanunun əsas bəndə, beynəlxalq müqavilələri də aktiv etdik, sonra deaktiv etdik. Gəlirik əsas sənəd qisminə, əsas sənədləri də aktiv etdik, deaktiv etdik. Yəni, bu əsas sənəd dediyimizdə beynəlxalq müqavilələr dışında, beynəlxalq müqavilələrdən başqa və Naxçıvan Muxtar Respublikasının hüquqi aktlarından başqa yerdə qalan Azərbaycan Respublikası qanunverici sisteminə daxil olan aktları ehtiva eləyir. Onda sual yarana bilər ki, bəs hüquqi aktların dövlət reyestri nə deməkdir? Dostlar, biləsiniz ki, hələ elə aktlar var ki, onlar reyestrə daxil edilməyib. Bu, hüquqi aktların dövlət reyestrini aktiv eləyəndə ancaq reyestrə daxil edilmiş aktlar çıxacaq. Tamam mı? Amma hüquqi aktların dövlət reyestrini aktiv etmədiyimizdə, hətta reyestrdə olmayan bəzi aktlar var ki, onlara reyestr nömrəsi verilməyib. Amma o aktlar, deməli, e-qanun platformasında bizim qarşımıza çıxa bilər. Çünki reyestr nömrəsinin verilməsi biraz zaman alan məsələdir. Yəni, o punktlaşdırılır, ondan sonra bütün mövcud praktikaya uyğun şəkildə və mövcud qanunvericiliyə uyğun şəkildə həmin aktlara reyestr nömrəsi verilir. Ona görə deyirəm ki, biraz zaman alan məsələdir. Beynəlxalq müqavilələrdən bəhs etdik, əsas sənəddən bəhs etdik. Bir də diqqət edəcəz, 4-cü punkt Naxçıvan Muxtar Respublikasının hüquqi aktları. Bax, diqqət ediniz, mən bunu aktiv etdim. Bu isə yalnız Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı orqanlarının, təsisatlarının, qurumlarının qəbul etdiyi aktların vahid bazasıdır və bunu aktivasiya edəndə yalnız Naxçıvan Muxtar Respublikasının aktları axtarış verəndə çıxır. Yoxlayaq. Bax, fikir versiniz, Naxçıvan Muxtar Respublikasının hüquqi aktları hal-hazırda aktivdir və axtar bölməsinə gəlirəm mən. Sağ yuxarı küncdə axtar bölməsini tıklayıram. Diqqət etdiniz, gördünüz, çıxdı. Bax, 1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarları, məsəl üçün, çıxdı birinci.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları, müxtəlif tarixlər var təbii ki. Məsələn 06-cı diqqət edirsiniz, deməli 1-in sağ küncündə, sağ yuxarı küncdə ayın deməli mən ox işarəsini göstərirəm. Ayın 6-sı qəbul olunan Nazirlər Kabinetinin aktıdır, yəni qərarıdır. Yenirəm aşağı ayın 31.01.2025-də qəbul olunan sənəddir. Yenirəm aşağı deməli Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin sərəncamı 31.01.2025-ci il. Diqqət etdiniz, bunu da aktivasiya edəndə Naxçıvan Muxtar Respublikasının aktları çıxır. Okey, bunu bəhs etdik. Bir də onun yanında diqqət edirsiniz, bir qüvvədədir punktu var. O qüvvədədir punktunu tıklayanda 3 qarşımıza istiqamət çıxır, 3 punkt çıxır. Qüvvədədir, bütün ləğv olunmuşdur. Yəni qüvvədədir seçdiyimizdə ancaq qüvvədə olan qanunvericilik aktları axtarış verdiyimizdə qarşımıza çıxacaq. Bütünü seçdiyimizdə həm qüvvədə olanlar, həm ləğv olunanlar çıxacaq. Üçüncü punkt olan ləğv olunmuşdur seçəndə isə ləğv olunmuş aktların hamısı qarşımıza çıxacaq. Bu dediyim yuxarıdakı o 4 punkt saydım. O 4 punktun hamısına daxildir. Yəni heç birini seçməsəz o 4 punktun 4-ünə də aid bütün aktlar qarşımıza çıxacaq əziz dostlar. Aydındırmı? Gəlin qüvvədədir qoyaq və buradan e-qanunu yeniləyək. Çünki əlavə edəcəklərim var. İndi gəldik onun aşağısına. Bax, diqqət edirsiniz, burada sözə görə axtarış bölməsi var. Bax, mən üzərini işarələdim. Sözə görə axtarış. 1. Tarix üzrə axtarış. 2. Ondan sonra status söhbəti var. Aşağıda 3 status. Yenirik, keçirik sağ tərəfə. Aktlar üzrə axtarış var. Bu da 4-cü punktumuzdur. Tamam mı? 4 dənə də axtarış punktumuz var. Mən nə dedim? Dedim ki, sözə görə axtarış hamının tərcih elədiyi yol olduğuna görə biz onu ən sonda yoxlayarıq. Yəni ən sonda da gələrik. Mənim ən çox dəqiqlik baxımından tərcih etdiyim nömrə məsələsidir. Yəni nömrə üzrə axtarış məsələsidir əziz dostlar. Bir şey də biləsiniz ki, beynəlxalq təcrübədə, digər dövlətlərin təcrübəsində də bu var. Adətən qanunlar bizim Azərbaycanda adətən deyək ki, qanunun adı çəkilir. Məsəl üçün deyirlər ki, bələdiyyələrin statusu haqqında qanun, dövlət qulluğu haqqında qanun, nə bilim, bələdiyyələrin torpaqları haqqında, torpaq məsələləri haqqında qanun və yaxud da ki, informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi haqqında qanun və s. və l. Eyni qaydada prezidentin fərmanları da, kabinetin qərarları da və s. və l. bu forma davam edir. Amma məsələn, Türkiyədə deyək ki, hər bir qanunun nömrəsinə görə ad verilir. Məsələn, 2772 saylı qanun, nə bilim, 1556 saylı qanun, 1878 saylı qanun. Diqqət edirsiniz, orada nömrə üzrə adlandırma mexanizmi daha çox tətbiq edilir. Yəni, nömrə üzrə gedir. Azərbaycanda isə daha çox nömrə tətbiq edilmir, adlar üzrə gedir. Ona görə də insanlar, hüquqşünaslar, vətəndaşlar, hüquq alimləri, tələbələr və s. hamısı sözə görə axtarış tərcihini daha çox, belə deyək də, seçmiş olurlar. Daha çox üstünlük verirlər. Amma gəlib nömrə üzrə axtarışdan eləyək. Nömrə çox önəmlidir çünki. Məsəl üçün, mən bura, deyək ki, mən də axtarış vermişəm. 229. 229 yazdım. Axtar bölməsini tıkladım. Fikir verin. Bax, 229 nömrəli bütün aktlar bizim qarşımıza çıxdı. Məsələn, birinci prezidentin fərmanıdır. Amma diqqət edirsinizsə, burada tarix üzrə çıxır qarşımıza. Məsələn, bax, görürsünüz, birinci ən sonuncu 229 nömrəli fərmandır. Yəni, belə deyək də, tarix önəm ərz eləyir burada. 08-11-2024 var, onun aşağısında 23-07-2024 var. 24-04-2024 var. Yəni, belə bu formada aşağıya doğru gedir. Yəni, tarix üzrə yuxarıdan aşağıya. Burada bu yuxarıda qəbul etmə tarixi anlayışı var. Onun tıkladığımızda yuxarıdan aşağı eləyə biləcəyimiz kimi aşağıdan da yuxarı biz bunu tətbiq eləyə bilərik. Yəni, ən birinci, ən köhnə, məsəl üçün, qanunla da başlaya bilər. Məsələn, ən yuxarıda qəbul etmə tarixi bölməsi var da. Diqqət edirsiniz, görürsünüz, mən oxla göstərirəm. Bu hissədən tıklayanda, məsələn, tıkladıq, fikir verirsiniz, 92-ci ilə getdi. Bax, 92-ci ildəki 2029 nömrəli Milli Məclisin qərarı çıxdı, prezidentin fərmanı çıxdı, prezidentin sərəncamı çıxdı, ondan sonra prezidentin fərmanları çıxdı və s. və l. Tamam, fikir verirsiniz, yəni tıklayanda yuxarıdan aşağı ola biləcəyi kimi illər, xronoloji ardıcıllıq aşağıdan da yuxarı ola bilir. Gəlin bunu qaytaraq yeniyə, çünki biz köhnə ilə çox uğraşmayaq, yenidən başlayaq. Diqqət etdiniz, buradan 229 nömrəli bütün aktlar çıxdı. Bu nəyə göstərir dostlar? Bu onu göstərir ki, 229 nömrəli fərmanda var, sərəncamda var, Nazirlər Kabinetinin qərarda var, qanunda var, digər hələ aktlar da var. Hamısının nömrəsi amma 229-dur. Amma dərhal sizdə sual yaranmalıdır. İndi mən bilmirəm, burada
avtomatik müzakirəyə keçəkmi? Fikri olan varmı? Məsəl üçün, necə olur ki, bu qədər aktlar var, hamısına 229 nömrəsi verilir. Və sizcə bunu necə ayırd eləmək lazımdır? Sizcə bunu necə ayırd eləyə bilərlər? Hamısına 229 nömrəsi niyə görə verilir? Yəni, nəyə görə fərqli nömrə verilmir? Kimin fikri var bununla bağlı? Mən düşünürəm ki, yəni nömrələr eynidirsə, biz burada ancaq tarixi istifadə edib əlverişli bir şəkildə tapa bilərik. Yeganə çarə budur məncə. Amma məsələn, elə ola bilər ki, deyək ki, Rəsul, sərəncamla Nazirlər Kabinetinin qərarı 229 nömrə eyni tarixə də, təbii ki, bu nəzəri olaraq mümkündür. Praktik olaraq bilmirəm, indi var ya yoxdur, amma yəqin ki, etməməyə çalışırlar. Hər bir halda amma düşə də bilər. Okey, Rəsulun fikri aydındır. Başqa kimin fikri var? Biz orada axtarışa verəndə seçə bilərik, həm də fərman istəyirik, qanun istəyirik, yoxsa yəni dəqiq olaraq hansı sənədi istəyirik. Tamam. Başqa kimin fikri var? Məncə reyestr nömrələri ilə də fərqləndirə bilərik. Bravo, bravo Ayhan. Bax, diqqət edirsiniz. 229-un qarşısında nə var? 322, 02, 40, 72, 30, 229 reyestr nömrəsidir. Bax, yuxarı qalxıram, görəcəksiniz. Bir dəqiqə. Mən deməli, yuxarı qalxıram. Bax, görürsünüz. Bir var nömrə, burada yazıb, bax, nömrə. Yəqin ki, oxu görürsünüz. Nömrə, bir də qarşısında reyestr nömrəsi var. Yəni, nömrə eyni ola bilər, amma reyestr nömrələri fərqlidir bir-birlərindən. İndi mən bu reyestr nömrəsinin nəyə görə müəyyən olunduğunu üzərində birazdan gələcəm. Nəyə görə, məsəl üçün, reyestr nömrələri verilib? Bax, burada diqqət edirsiniz, 14 rəqəmli reyestr nömrəsi var. Sizcə orada bir qanuna uyğunluq varmı, yoxmu? Onu birazdan bəhs edərik, amma yəni, adətən, bax, belə nömrə üzrə axtarış eləyəndə, bax, bu formada aktlar çıxır və burada nəyi bildirməyə özümə borc bilirəm, əziz dostlar. Ümumiyyətlə, Nazirlər Kabinetində də münasibətdə. Bax, bu 229, məsələn, Azərbaycanda deyək ki, 100 min deyək ki, 558 nömrəli heç bir akt yoxdur. Bilirsiniz niyə? Çünki əziz dostlar, Milli Məclisdə də, Prezidentdə də, Nazirlər Kabinetində də hər dəfə həmin strukturlar yenidən fəaliyyətə başlayanda, yenidən fəaliyyətə başladıqdan sonra birdən başlayaraq aktlara, necə deyərlər, nömrə verilir. Daha açıq danışım. Məsəl üçün, parlamentdə Azərbaycan Respublikası Milli Məclisi indiyə qədər 7 çağırış Azərbaycan Respublikası Milli Məclisi olub da indiyə qədər. 7 çağırış. O 7 çağırışın hər çağırışında birdən başlayaraq nömrə veriblər, əziz dostlar. Bax, 7 çağırışın hər birində birdən başlayaraq nömrə veriblər. Tamam mı? Birdən başlayaraq nömrə verilib. Yəni, 7 çağırışın hər birində birdən başlayaraq, əziz dostlar, nömrə verilib. Eyni qaydada, prezident də hər dəfə yenidən seçiləndə birdən başlayaraq nömrə verilir. Məsəl üçün, deyək ki, 2018-ci ildə seçilən prezident yenidən sıfırdan başlayaraq, yəni birdən başlayaraq yeni nömrələmə fərman verir, yeni nömrələmə sərəncam verir. Nazirlər Kabineti eyni qaydada. Sanki əlini qaldıran var. Aha, bəli, Renat bəy, buyurun. Yəni, prezident özü dəyişməsə də, çağırışı dəyişsə də yenə də yenilənir? Bəli. Burada çağırış önəmlidir. Çağırış önəmlidir. Tamam mı? Çağırış önəmlidir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisini və bu çağırış məsələsini necə müəyyənləşdirə bilərik, dostlar? İndi gəlin sizə bir praktiki nümunə göstərim. Bax, nömrə üzrə axtarışda mən 698 saylı qanunu bura axtarmışdım da əvvəlcədən. Bax, 698 defis Yunan rəqəmləri ilə 2 qanun. O qanun da G hərfi də qanunu bildirir. Axtarış verirəm. Çıxdı, bax, gördünüz. Yük nişanı haqqında 1966-cı Ü tarixli Beynəlxalq Konvensiya 1998-ci il tarixli protokola qoşulmaq barədə. Bax, tıkladım üstündə 90, deməli, orada böyük ehtimal Ü hərfi yanlış düşüb. Yəni, böyük ehtimal o unudulub. Mən səhv etmirəmsə, böyük ehtimal o Ü hərfi yanlış ora düşüb. Yəni, belə texniki xəta olub da, yəni onu bilmiş olasınız. Ya da ola bilsin, spesifik bir sənəd olduğuna görə o simvolikada istifadə edilmiş ola bilər. Yəni, orada beynimiz çox qarışmasın. Bax, diqqət edirsiniz burada. Həmin qanunu açdım. Beynəlxalq Konvensiya protokola qoşulmaq barədə qanundur. Bax, Bakı şəhəri 18 iyun 2024-cü ildədir və nömrə verib. Bax, diqqət edin, nömrə 698 DEFS 2 qanun anlayışı. Bax, buradakı 2 var Yunan rəqəmləri ilə. O 2 Milli Məclisin çağırışını göstərir, əziz dostlar. Yəni, mövcud o dönəmki Azərbaycan Respublikası Milli Məclisin çağırışını göstərir. Həqiqətən də tarixlə tutuşdursaz, görərsiniz ki, 2004-cü ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisi fəaliyyətdə idi. Tamam mı? 698 isə həmin qanunun nömrəsini bildirir.
Tamam mı? Həmin qanunun nömrəsi DEFS Milli Məclisin çağırışı, ikinci çağırış və qanun sözünün baş hərfi. Tamam mı? Qanun sözünün baş hərfi. Bax, bu minvalla əziz dostlar, istənilən aktı çox rahatlıqla və yaxud da istənilən çağırış Azərbaycan Respublikası Milli Məclisinin sənədlərdə tapmaqda çox rahatlıq edə bilərsiniz. Məsəl üçün, gəlin bura birini yoxlayaq. Bax, bir nömrəli aktı yazıram. Birinci nömrəli DEFS qoyuram. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi, yəni birinci çağırış qoyuram və qanunu qoyuram. Gəlin axtaraq görə çıxacaqmı? Axtarda çıxmadı. Okey. İndi gəlin başqa bir axtaraq. Niyə çıxmadı, orada gələcək də. Niyə çıxmadı sizcə? O sualı verəcəm sizə. Təbii ki, amma gəlin 171-i eyni qaydada böyük ehtimal qanuna dəyişiklik olub. Ona görə deməli, böyük ehtimal elə çıxacaq. İndi ya da ki, başqa bir səbəb var. Bax, qeydə yazırıq. Qanuna dəyişiklik. Tıklayaq. Bax, çıxdı, gördünüz, dostlar. Demək ki, G yazanda, yəni qanunun baş hərfini yazanda, yalnız qanundan söhbət gedir. Amma bir qanun qəbul olunduqdan sonra birinci dəfə, ikinci dəfə, üçüncü dəfə dəyişdirildiyində isə onlar da axı qanun şəklində qəbul olunur. Amma onlara da nömrə verilir. Amma onlara həmişə qanuna dəyişiklik sözü yazılır. Yəni qanuna dəyişiklik fikir versiniz, qanun sözünün baş hərfi və dəyişiklik sözünün baş hərfi. Avtomatik buradan çıxdı, bax, fikir verdiniz. Avtomatik birdən görürük ki, 171 nömrəli 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deməli qanuna dəyişikliyi çıxdı. Məsələn, gəlin deyək ki, daha maraqlı bir məqam var da. İndi hal-hazırda aktiv olan Milli Məclis, deməli aktiv olan Milli Məclis, əziz dostlar, 7-ci dönəm Milli Məclisdə. Gəlin 7-ci dönəm Milli Məclisə baxaq görək birinci qanun nəyi qəbul ediblər. Gəlin bax, bir nömrə yazdım, DEFS qoydum. 7-ci çağırışına yazdım. Qarşısına qanun qoydum. Böyük ehtimal qanun deyil bu, böyük ehtimal. Qanun dəyişikliyi olacaq. Çünki qeydə, amma qanunu yazaq görək çıxırmı? Çıxmadı. Gəlin də qanun dəyişikliyi yazaq görək. Məsəl üçün, bax, 7-ci çağırış qanunu dəyişikliyi yazdım da. Tamam, qanuna dəyişiklik görək. Burada da çıxmadı. Okey. Çıxmırsa, əziz dostlar, nə qanun, nə də qanuna dəyişiklik bir şey. Biləsiniz ki, o sənəd məxfi sənəddir, əziz dostlar. Yəni, məxfi sənəd olduğuna görə onun dərc edilməsi e-qanun platformasında əlbəttə ki, mövcud qanunverici çərçivəsində bilirsiniz ki, yayınlanması qadağandır. Yəni, məxfi sənəddir, o açıqlanmır. Yəni, e-qanuna yerləşdirilməyib. Onu da bilmiş olasınız. Yəni, hansı nömrə, hansı sənəd çıxmırsa, orada məxfi sənəd anlayışı istifadə olunub, onu bilmiş olasınız. Bu minvalla, əziz dostlar, indi əl qaldıran var, ona söz verəcəm, amma nömrə üzrə, istənilən nömrəni, bax, maraq üçün girib yazıb, məsələn, 300 yazıram bura, 300 yazıram, axtarış verirəm, avtomatik sənədlər çıxır, fikir verin, bütün sənədlər çıxır. 400 yazıram, çıxır. Yəni, nömrə üzrə axtarışın, bax, bu formada müsbət tərəfi var. Amma diqqət edirsiniz, nömrə üzrə axtarışın yanı sıra, bir də reyestr nömrəsi anlayışı var onun yanında. Yəni, nömrə üzrə axtarış olduğu kimi, reyestr nömrəsi üzrə axtarış da var. Reyestr nömrəsi üzrə axtarış da var. Məsəl üçün, o yük nişanları qanunu var da, deyilmi? Gəlin onun reyestr nömrəsini bax, rekvizitlərdən tapırıq. Rekvizitlərə baxırıq. Düzdür, buna reyestr nömrəsi verilməyib. Gəlin deyək ki, başqa birini axtaraq da. Məsəl üçün, 229. 229-dan görək nə çıxır? Çıxdıdır, deyək ki, burada prezidentin fərmanı tıkladıq. Gəldik buradan, rekvizitlərdən reyestr nömrəsini tapaq. Bax, görürsünüz, reyestr nömrəsi verilib 14 rəqəmli. Reyestr nömrəsini kopyalayıram. Qayıdıram e-qanuna. E-qanundan yenə yeniləyirəm. Yenilədikdən sonra bax, gəlirəm, reyestr nömrəsini tıklayıram. Diqqət etdiniz, buradan reyestr nömrəsini tıklayıram. Reyestr nömrəsini kopyalayıram ora. Axtar bölməsini vururam. Avtomatik həmin fərman çıxır. Fikir verdiniz, yəni reyestr nömrəsi ilə də avtomatik onu tapmaq mümkündür deyərkən, burada bir nöqtə qoyuram və suala yer verirəm. Buyurun. İndi hər dəfə Azərbaycan Respublikasının prezidenti yenidən seçiləndə və eyni şəkildə Nazirlər Kabinetinin təşkilinə təşkil olunanda nömrələmə Milli Məclisə eyni qaydada aparılır, düzdürmü? Bəli. Yəni birdən başlayaraq nömrə verilir. Yəni hər dəfə bu təzə dönəm başlayanda fərmanlar da birdən gedir, hə? Bəli. Birdən başlayır, bəli. Hər dönəm üçün birdən başlayır. İkinci sualım da onunla bağlı olacaqdı ki, bayaq bu məxfi qanun məsələsini qeyd elədiniz. Bəli. İndi bəs deyək ki, təzə aktların e-qanuna inteqrasiyası nə qədər müddətə çəkir? Bəlkə yəni belə güman etmək olarmı? 7-ci dönəmin bir sıra aktları e-qanunlarla tam yüklənməyib.
Yox, yəni çox elə ciddi mən vaxt çəkmir. Rəsmi prosedura, yəni tam bir rəqəm verməkdə çətinlik çəkirəm, amma yəni çox elə ciddi məqam çəkmir. Amma problem nədir məsəl üçün? Deyək ki, bax gəlin o dediyinizi yoxlayaq da. Prezident azdan məsəl üçün gəlin baxaq. Bax prezident aza girdim. İndi prezident azı görəcəksiniz yəqin ki. Gördünüz, deyilmi? Sənədlərə girirəm, sərəncamlara tıklayıram. Bu gün sərəncam verilib məsəl üçün. Bu gün sərəncam verilib. Görürsünüz də sərəncamı. 12 fevral 2025-ci il. Yəni burada da görünür, açıqdır zaten. Yəni ictimai bir sənəd olduğuna, publik sənəd dərc olunduğuna görə avtomatik hər kəs baxa bilər, məsəl üçün. Yazır ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə 32-ci bəndi rəhbər tutaraq qərar alıram. Elnur Şəmsənoğlu Bağırov Azərbaycan Respublikası Prezidenti yanında anti-inhisar və istehlak bazarının nəzarət dövlət agentliyinin sədri təyin edilsin. Tamam mı? Bu akt prezident azda dərc olunub, prezident azda yerləşdirilib, deyilmi? İndi gəlin baxaq görək. İndi bunu mən buradan dayandıracağım. O sizin sualınıza praktiki cavab verməyim üçün bunu göstərdim ha sizə. E-qanunda siz dediyinizi sübut etmək üçün indi tarix üzrə axtarışa birazdan gələcəkdim, amma daha siz bunu soruşdunuzsa bilavasitə göstərmiş olum. Bax, tarix üzrə axtarış var. Bugünkü tarixi girirəm. Bugün ayın neçəsidir? 12-si. 12-si 02-2025-ci il, doğru mu? Bugünkü tarix. Gəlin axtar bölməsinə vuraq görək. Bugünə bir sənəd var e-qanunda. 0. Yoxdur. Yəni bugün çıxan sənəd bugün də qanuna yerləşdirilə bilmir. Yəni o bəlli bir müddət alır. Amma bu 3-4 günü keçmir. Bilirsiniz niyə? Gəlin onu da yoxlayaq. Məsəl üçün bugün ayın deyək ki 12-sidir. Gəlin baxaq ayın 7-sindəki sənədə. Məsələn 7-sində baxaq görək, 7-sində sənəd e-qanunda var. Bax tıkladıq, gördünüz. E-qanunda 7-sindəki sənədlər çıxdı. Ayın 7-sindəki 0702. Yəni bu onu göstərir ki, bugün dərc olunan sənədin e-qanuna yerləşdirilməsi 3-4 günü keçmir. Hətta 1-2 günü keçmir. Aydındır mı? Bura qədər sual yoxdur ki. Buyurun. Mənim sualım ondan ibarət olacaqdı ki, axı biz dedik ki, prezident hər dəfə yenidən seçiləndə birdən başlanılır da. Bəli. Amma prezidentin aktları həm fərman, həm də sərəncam formasında olur. Bu vaxtda hər biri ayrı-ayrılıqda birdən başlanılır, Bəli. yoxsa birlikdə? Bəli, hər biri ayrı-ayrılıqda birdən başlanır. Çünki bilirsiniz niyə? Bizim qanunverici sistemində hər bir aktın öz təsdiqat kodu var. Sərəncamın öz təsdiqat kodu var. Fərmanın öz təsdiqat kodu var. Qanunun öz təsdiqat kodu var. Deyək ki, Nazirlər Kabinetinin qərarının öz təsdiqat kodu var. Və sual ola bilər, bu təsdiqat kodunu hardan bilə bilərik? Dərhal o zaman mən sizə onu göstərim. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu var. Əziz dostlar, bunu bilmiş olasınız. 21, okey, 21. Tıkladıq. Siz e-qanunu görürsünüz. Bax, nömrə üzrə mən normativ hüquqi aktlar Konstitusiya qanununun nömrəsini bura daxil elədim. Enter tıkladım. Yəni axtara heç getməyə də ehtiyac qalmır. Bax, burada gördünüz. Azərbaycan Respublikası Konstitusiya qanunları normativ hüquqi aktlar haqqında çıxdı. Tıkladım üstünə. Qanunun gəlirik, səhv etmirəm, 80-ci maddəsidir. Normativ hüquqi aktların reyestri. Bax, 80-ə gələk. Bax, dövlət reyestri. Fikir versiniz. 14-cü fəsil və 78-ci maddə. 78-ci maddə. 78-dən biraz aşağı yenirik. İndi sizə o təsdiqatı göstərəcəm. Onun üçün deyirəm. Görürsünüz, 80-ci maddə, bax, diqqət edirsiniz. Hüquqi aktların dövlət reyestri aşağıdakı bölmələrdən, fəsillərdən ibarətdir. Birinci bölmə, normativ hüquqi aktlar. Birinci bölmənin, bax, 1.1, bax, bu formada 1.1, Konstitusiya, referendum aktları və Konstitusiya qanunların təsdiqat kodudur. 1.2, yəni 12-də, biz onu 12-də deyirik. Qanunların təsdiqat kodudur. 13, fərmanın təsdiqat kodudur. 14, kabinetin qərarının təsdiqat kodudur. 15, mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqat kodudur. İkinci bölmə var, normativ xarakterli aktlar. O da normativ xarakterlər, yəni Konstitusiya Məhkəməsinin qərarlarıdır, Mərkəzi Seçki Komissiyasının qərarlarıdır, Mərkəzi Bankın qərarlarıdır, Məhkəmə Hüquq Şurasının qərarlarıdır. Fikir versiyaları da 2-1, yəni 21, 22, 23, yəni hər birinə ayrı-ayrı təsdiqat kodu verilib. Gəlir aşağı bax, audiovizual şura eyni qaydada verilir. Bax, bu formada verilir. Üçüncü bölmə də qeyri-normativ hüquqi aktlara verilib. Diqqət etsəniz, bax, qeyri-normativ hüquqi aktlar, bax, Milli Məclisin qərarları 31, sərəncamlar, yəni prezidentin sərəncamları 32 təsdiqat kodu verilib. Nazirlər Kabinetinin sərəncamlarına da 33 təsdiqat kodu verilib. İndi siz bu təsdiqat kodunu mən gəlin sizə avtomatik göstərim. İndi ekran görünür. Bəli, görünür. Okey. Ekran görünür. Diqqət edin, bax, burada ekranda 1 çıxıb, 2 çıxıb. Bax, birinci çıxan nədir? Prezidentin fərmanı. Bax, burada reyestr nömrəsi var. Diqqət edirsiniz, reyestr nömrəsi 14 rəqəmli. 14 rəqəmli reyestr nömrəsi var. Mən oxu üzərinə göstərirəm. O reyestr nömrəsinin ilk 2 rəqəm var, 13. O 13 hər bir aktın təsdiqat kodudur.
Fikir versiniz fərman olduğuna görə 13-dür. Aşağıda ikinci sənəddə ilk iki rəqəm nədir? 32-dir. Fikir verdiniz, prezidentin sərəncamıdır. Təsdiqat kodu çünki 32-dir. Aşağı yenirik kabinetin qərarı. İlk iki rəqəm nədir? 14-dür. Yəni bu da kabinetin qərarının təsdiqat kodunun 14 olduğunu göstərir. Tamam mı? İndi bura gəlmişkən bu 14 rəqəm mənasını izah edeyim. Onunla davam edək. Bax, ilk iki rəqəm təsdiqat kodudur. Yəni hər bir akta verilən təsdiqat kodu. Daha sonra diqqət edirsiniz 2024 gəlir. Daha sonraki 4 rəqəm ilin tarixini bildirir. 2024. Onun önündə 11.08 növbəti 4 rəqəm isə ayın tarixi və ayın neçənci ay olduğunu bildirir. Son 4 rəqəm isə reyestrdə əlavə edilən 4 rəqəmdir. Yəni reyestrdə onu artıq 14-də tamamlamaq üçün 4 rəqəmi müvafiq standartlar çərçivəsində Ədliyyə Nazirliyinin qanunverici baş idarəsi əlavə edir. Yəni buradan nəyi demək istirdim əziz dostlar? Hər bir normativ aktın özünün təsdiqat kodu var. Fərmanda 13-dür, prezidentin sərəncamında 32-dir, Nazirlər Kabineti qərarında 14-dür. Ondan sonra qanunlarda da demişdim də, yəni qanunlarda açdıq, baxdıq. Qanunlarda da deyəsən 12, 13, yəni konstitusiya qanunları fərqlənə bilər. 11, 12, 13, 14. Onlar da üzr istəyirəm, 11, 12, 13 konstitusiya qanunları, referendum aktları və qanunlara aiddir. Bunu da yekunlaşdırdıq. Buranı da qeyd etdik. Nömrə üzrə axtarışdan sual var mı əziz dostlar? Mən fikir verdim, bu e-qanunda bəzi qanunların və yaxud da ki, fərmanların reyestr nömrəsi və yaxud da ki, nömrəsi yoxdur. O nə ilə bağlıdır ki? O nə ilə bağlıdır? Bəzi sənədlərə reyestr nömrəsi verilməyib. Bunun müxtəlif səbəbləri ola bilər. Ya ola bilsin ki, orada nəsə bir deyək ki, düzənləmə işləri aparılır. Tam olaraq aktın nömrəsi ilə bağlı bir qərar qəbul edilməyib, onunla bağlı ola bilər. Və yaxud da ki, deyək ki, texniki bir xəta ola bilər. Tamam mı əziz dostlar? Texniki bir xəta ola bilər və s. Məxfi sənədlər ola bilər ki, təbii ki, məxfi sənədlər ümumiyyətlə dərc olunmur, o ayrı mövzu. Amma məxfi olmayan bəzi deyək ki, əhəmiyyət kəsb edən, hansı ki, məxfi deyil, belə sənədlər də var ki, e-qanunda reyestr nömrəsi falan verilmir onlara. Deyək ki, məxfi deyil, amma konkret deyək ki, vətəndaşlarla əlaqəli bir mövzu deyil də, deyək ki, nə bilim, hansısa bir təsisatın strukturunda kiçik bir dəyişiklikdir və s. və axır. Yəni, belə texniki xarakterli, təşkilatı xarakterli bəzi məqamlar ola bilir ki, burada reyestr nömrəsi verilmir. Amma hər bir halda immunite götürdüyümüzdə mütləq onların üzərində işlənilib, enində sonunda türklərin bir sözü var. Enində sonunda ona reyestr nömrəsi verilməlidir. Yəni, enində sonunda verilməlidir. O texniki təşkilatı bütün məqamlar gözdən keçirilib, incələnib, xətalar düzəldilib, reyestr nömrəsi verilməlidir və o qanuna yerləşdirilməlidir. Aydındırmı? Təşəkkürlər. Tamam, mən təşəkkür edirəm. Nömrəni bitirdik əziz dostlar. İndi gələk tarix üzrə bəli axtarmaya. Tarix üzrə axtarmada mən bəhs etdim də. Yəni məsəl üçün iki cürdür burada da. Bir konkret gün yazmaq olur. Məsələn deyək ki, fevral 2025-dir. Gəlin biz bunu dəyişdirək. Eləyək məsəl üçün deyək ki, mart 2024, martın 7-si qoyaq. Martın 7-si buradan axtarış bölməsinə tıklayırıq. Mart ayının 7-sində hansı sənəd qəbul olunubsa hamısı çıxır. Bax, diqqət eləyin. Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları birinci sənəd. Yenə Mərkəzi Seçki Komissiyası ikinci sənəd. Diqqət edirsiniz, o Mərkəzi Seçki Komissiyası yəqin ona görə çıxır ki, o dönəm deyəsən seçki ərəfəsi idi, səhv etmirəmsə. Ona görə MSK-nın qərarları avtomatik bax, həmin dönəmə çıxmağa başladı. Aşağısından prezidentin sərəncamı, deyək ki, yenə prezidentin sərəncamı, prezidentin fərmanı, kabinetin qərarı, bax, diqqət edirsiniz, 9-cu. Bu formada, məsəl üçün, sizə lazımdır ki, misal üçün söylürəm də, deyək ki, konkret bir tarix üzrə bütün sənədləri tapasınız. Avtomatik oradan tarixi tıklayaraq, həmin tarixi girərək, həmin gündə, yəni həmin tarixdə qəbul olunan, həmin gündə qəbul olunan bütün sənədlər sizin qarşınıza çıxacaq, əziz dostlar. Bunun da müsbət tərəfi odur ki, bəzən, məsəl üçün, siz aktın özünü tapa bilmirsiniz, tarixini tapırsınız. Ya deyək ki, siz bir elmi araşdırmaya da keçirirsiniz. Həmin elmi araşdırma ilə əlaqəli konkret bir gündə, konkret bir hansısa ayın, hansısa günündə qəbul olunan aktlar sizə lazım olur. O mənada da avtomatik deməli günü daxil eləyərək onu tapa bilərsiniz. Günlə bağlı ikinci məqam isə, əziz tələbələr, ikinci məqam isə deməli tarix aralığı mövzusudur. Məsələn, bəzən deyək ki, siz dəqiq tarixi xatırlamırsınız, amma düşünürsünüz ki, bu martla iyun arasındadır, ya martla aprel arasında bir yerdədir, deyilmi? O zaman birinci, məsəl üçün söylürəm də, deyək ki, fevral ayından gedirik yönə, yanvarın məsəl üçün 10-u ilə, yanvarın 10-u 2025-ci il və növbətini də qoyuruq deyək ki, fevralın 3-ü 2025-ci il.
diqqət etsəz, yanvarın 10-dan fevralın 3-nə qədər bütün sənədləri çıxardacaq sizin üçün. Tamam mı əziz dostlar? Yəni bütün sənədlər sizin qarşınıza çıxacaq. Bunun da müsbət tərəfi odur ki, dediyim kimi bəzən dəqiq tarixi xatırlamaq olmur. Və yaxud da ki, bəzən statistika üçün lazım olur. Yəni məsəl üçün statistika çıxartmalısınız ki, məsəl üçün də Azərbaycanın qanunvericilik deməli, qanunvericilik təşəbbüskarlığı nə yerdədir? Belə bir statistika axtarırsınızsa, avtomatik tarix aralığını daxil edirsiniz və yaxud da ki, indi mən burada qısa tarix aralığı daxil etmişəm də, siz 1 ildə girə bilərsiniz, 5 ildə girə bilərsiniz, 10 ildə girə bilərsiniz, sizə avtomatik saylar çıxacaq. Tamam mı? Saylar çıxacaq və siz nə qədər qanunvericilik fəaliyyətini həyata keçirdiyini oradan bilavasitə görəcəksiniz, əziz dostlar. Sual var mı bura qədər? Sual yoxdur. E-qanunu yeniləyirik. E-qanunu yeniləyirik. Tarix aralığı hissəsində başa saldım və gəlirik deməli, növbəti bir məqama. Bax, bu aktlar üzrə ən sona saxlayıram sözə görəni. Çünki aktlar üzrə çox önəmli. Bax, aktlar üzrə, yəqin ki, oxdan görürsünüz, aktlar üzrə məsələsi də var. Çünki bəzən sizə konkret bir aktın növü lazımdır. Yəni, siz deyək ki, neyinirsiniz sərəncamı, fərmanı, qanunu, hamısı bir yerdə çıxsın. Bəzən sizə konkret qanun lazım olur. Bu aktlar üzrənin ən gözəl cəhəti bilirsiniz nədir? Bu axtardığınız aktın növü hissəsi var. Ha, bax, dostlar, bu diqqət edirsiniz, bu poiskdə rusların sözü olmasın. O poisk işarəsinin göründüyü yer, axtarış işarəsinin göründüyü yer var. Ora hətta, əziz dostlar, qurumun belə adını yaza bilirsiniz. Yəni, qurumun adını, məsələn, mən yazıram, bir dənə qurum. Diaspora yazdım, avtomatik diasporla iş üzrə dövlət komitəsi çıxdı. Bax, diqqət eləyin. Tıkladım onun üstünə, axtarışı vurdum. İndi bu yəqin ki, məxfi sənəddir ya da reyestrə salınmayıb, ona görə çıxmadı bu. Diaspora komitəsinin sənədləri çıxmadı. Amma gəlin deyək ki, diaspora komitəsi olmasın, olsun məsəl üçün Ədliyyə Nazirliyi. Ədliyyə Nazirliyi, bax, hətta ə ilə d-nı yazdıqdan sonra belə Ədliyyə Nazirliyi çıxdı. Tıklayıram Ədliyyə Nazirliyinin üzərinə, axtar bölməsini tıklayıram, avtomatik çıxdı. Ədliyyə Nazirliyinin bütün aktları. Fikir verin. Yəni, Ədliyyə Nazirliyinin də bütün aktları çıxdı sizin qarşınıza. Yəni, bu aktlar üzrə axtarmağın üstün cəhəti odur ki, siz mərkəzi icra hakimiyyəti orqanlarının adlarını bir-bir, prezidentin, kabinetin, qanunların, hamısının Naxçıvanın, MSK-nın, hamısının adını rahat-rahat yaza bilirsiniz. Yəni, yazırsınız, çıxır. Yazırsınız, avtomatik çıxır. Məsələn, mən deyək ki, oraya Ədliyyə Nazirliyini yazdım. Amma indi gəlin yazaq deyək ki, məsəl üçün, haranı yazaq? Mərkəz Seçki Komissiyası. Bax, gördünüz, Mərkəz Seçki Komissiyası aşağıda çıxır. Fikir verirsiniz, Mərkəz Seçki Komissiyası. Mərkəz sözünü yazan kimi də bura çıxdı Dövlət İmtahan Mərkəzi. Düz Dövlət İmtahan Mərkəzinin hələ ki, heç bir sənədi yoxdur. Yəni, e-qanunda 0 göstərir. Diqqət edirsiniz, 0 göstərir. Və burada rəqəmləri də göstərir. Məsələn, MSK-nın 3866 aktı var. Bax, sistemdə görürsünüz buranı, bax, bu hissəni. 3866. Məsələn, deyək ki, maliyyə bazarlarının tənzimləyici qərarlarının 420-dir. Deyək ki, Mərkəzi Bankın 358-dir. Sual ola bilər ki, bəs 358-dən yerdə qalan hansıdır? Ola bilsin o vaxt Maliyyə Bazarlarının Nəzarət Palatası var idi Azərbaycanda, ola bilsin odur. Yəni, tamam, bax, bu istiqamətdən, bu aktlar üzrə axtarışdan da siz onu tapa bilərsiniz. Bir də aktlar üzrə axtarışdan diqqət etsəz, aktların, qurumların adı ilə bərabər, deməli, aktların da adı çıxır. Fikir verirsiniz, dostlar. Bax, aktların da adı çıxır. Azərbaycan Respublikasının Konstitusiyası və referendum aktları. Ondan sonra yenirsən aşağı bölməyə, aşağı hissəyə. Deyək ki, mən buradan aşağı yenim. Konstitusiya qanunları, yenirəm aşağı, qanunlar. Məsələn, bax, burada görürsünüz, qarşısında 6876 qanun var hal-hazırda e-qanunda, bazada. Bunun 6850'si, bax, görürsünüz, ekranda görürsünüz. 6850'si qanundur, 26'sı isə kodifikasiya edilmiş qanundur, yəni məcəllələrdir. Tamam mı? Yenilik prezidentə. Prezidentin 9082 fərmanı olub indiyə qədər. Dostlar, bax, statistika üçün maraqlıdır. Diqqət edirsə, hamısı çıxır orada. Nazirlər Kabinetinin qərarları 8981 və s. və l. Eyni qaydada altdan hamısı çıxır da Daxili İşlər Nazirliyi, Ekologiya Nazirliyi və s. və l. Bu da aktlar üzrə axtarış. Mən avtomatik gəlirəm, yenə e-qanunu yeniləyirəm və söz üzrə axtarışı, çünki biz buradan üzərində də biraz dayanaq, o da önəmlidir. Yəni, ən başdakı, amma ən sona saxladığımız. Bu söz üzrənin də üstün cəhəti odur ki, dostlar, söz üzrənin də burada 3 punktu var, qarşısında diqqətləsəz. Dəqiq uyğunluq var, başlıqda var, bir də mətn hissəsi var. Məsəl üçün, niyə bunu yazıram? Bəzən görürsünüz ki, siz dəqiq bir sözü bilirsiniz də, yazırsınız, məsəl üçün, bələdiyyələrin statusu haqqında qanun. Yazan kimi çıxır zaten. Amma bir çox hallarda, axı, biz bütün qanunları dəqiq söz üzrə bilmirik. Ona görə başlıqda hissəsinə tıklayıb, başlıqlarını tıklayıb, orada yaza bilərik ki, məsəl üçün, deyək ki, bələdiyyə. Baxın, diqqət edin, məsələn, mən başlıqda bölməsini seçdim. Sözə görə axtarış hissəsində də bələdiyyə sözünü yazdım, bələdiyyə sözü. Axtarı tıkladım, avtomatik, deməli, başlığında bələdiyyə olan
bütün aktlar çıxdı qarşıma əziz dostlar. Bütün aktlar, başlığında bələdiyyə olan bütün aktlar çıxdı qarşıma. Tamam mı əziz dostlar? Bu da öz yerində. Bu da öz yerində. Ondan sonra tıklayırıq bura. Sözə görə axtarışın başqa bir növdə mətn məsələsidir. Bəzən başlığı unudursunuz. Elə aktlar olur ki, elə köhnə aktlar olur, elə köhnə sənədlər olur ki, başlıqdan siz onu tapa bilmirsiniz. Yəni başlığa söz yazaraq o çıxmır. Siz onda mətni seçirsiniz. Yəni ən azından mətndə bir söz keçsin də, mətndə bir nəsə olsun. Deyək ki, Balaxanı bələdiyyəsi yazıram, bax mətnə. Məsələn, Balaxanı bələdiyyəsi. Gəlirəm, tıklayıram bura. Fikir verin. Balaxanı bələdiyyəsi sözü olan, mətnində Balaxanı bələdiyyəsi sözü olan bütün sənədlər çıxdı bura. Məsəl üçün, bax, gəlin, yerli öz idarə orqanları ilə bağlı nizamnamə var da. Gəlin, baxa görək, bura nə sənəd çıxdı bir dənə. Yəqin ki, siz onu görmürsünüz. Bu, deməli, Balaxanı bələdiyyəsinin nizamnaməsini təsdiq etməsi haqqında sənəddir. Bunu təsdiq edib, deməli, ədliyyə, səhv etmirəmsə, bunu təsdiq edib, deməli, bələdiyyəni təbii ki, öz təsdiq edib, o ayrı mövzu, sonra Ədliyyə Nazirliyinə təqdim ediblər. Bax, belə, yəni başlıq üzrədən ziyadə bir də mətn üzrə axtarış anlayışı da var, əziz dostlar. Mətn üzrə axtarış. Bura qədər də okey. Bura qədər sual yoxdur ki. Sual varsa buyursun. Təbriz müəllim, mənim məsələ maraqlı gəldi. Siz dediniz bu statistika içində yəni ədədləri götürmək faydalı olur. Bəs burada neçənci ildən sonrakı aktlar daxil edilib? Bu, Azərbaycan Respublikası müstəqil olduqdan sonra qəbul edilən bütün aktlar burada var. Yəni 1991-ci ildə Azərbaycan Respublikası müstəqil olub, Sovetlər Birliyindən ayrılıb, ondan sonra qəbul edilən bütün aktlar, yəni təbii ki, texniki xəta ola bilər, hansısa aktın reyestr nömrəsində xəta ola bilər, sonuçta insan məhsuldur nəhayət. Amma əsas etibarilə, fundamental mənada, genel olaraq burada bütün sənədlər var, əziz Murad. Təşəkkür edirəm. Bir də ikinci məsələ mənim bayaq diqqətimi cəlb. Siz axtarışa vuranda 2014-cü ildən sonrakı aktların bu reyestr nömrəsi görünürdü. Amma ondan əvvəlki, məsələn, 2009, 2010, 2014 bunlarda həmin nömrəyə rast gəlinmirdi. Yəni bu sonradan tətbiq olunmağa başlanan praktikadır, yoxsa necə? Yox, yox. Reyestr nömrəsi 100% var. Yəni bütün qanunverici aktlarına reyestr nömrəsi verilib. Çünki bütün qanunverici aktlara Ədliyyə Nazirliyinə qeydiyyata alınır. Ola bilsin ki, e-qanun azın özü axı sonradan yaradılıb. İndi bilirsiniz də internetlə bərabər yaradılıb. Yəni 2000-ci illərdə, 2001-də, 95-də falan internet yox idi və belə baza da yox idi. Və insanlar mütəmadi gedib toplulardan, nə bilim Azərbaycan qəzetindən, oradan, buradan tapıb sənədləri çıxardırdılar. E-qanun yəqin ki, bəzi köhnə sənədlər ola bilər ki, yəni mövcud elektron platformaya onların reyestr nömrəsi işlənməmiş ola bilər. Tamam mı? 2004-cü ilin qanununa baxaq görə buna reyestr nömrəsi verməyiblər. Ha, verməyiblər. Verməyiblər. Yəni reyestr nömrəsi var ha, bu qanunverici aktın reyestr nömrəsi dəqiq var olmağına. Sadəcə elektron bazaya işlənməyib. Tamam mı? Elektron bazaya işlənməyib. Çünki qanun köhnə qanundur. Reyestrdə 2011-də daxil edilib. Ola bilsin ki, ondan dolayı işlənməyib. Yəni yoxsa çap olaraq Ədliyyə Nazirliyinin bu dəqiqə gedib qanunverici baş idarəsinə müraciət etsəz reyestr nömrəsi çıxacaq yəni. Tamam mı? Okey. Bu da belə. Bir də axtarış veriləndən sonra əziz dostlar müəyyən addımlar var. Onları ata bilərik. Məsəl üçün deyək ki, mən nömrə ilə 698 seçək də. Buradan axtarışı verdik. Axtarışı verdik, sənədin özü çıxdı dostlar. Bax, diqqət edin, sənəd çıxdı bura. Düzdür? Sənəd çıxdı bura. Fikir versiniz, burada aşağıda nəticəni yüklə deyə bir hissə var. Və yaxud da ki, deməli, nəticəni yüklə deyə bir hissə var burada. Nəticəni yükləyə bilərsin. İndi bu burada bir dənə çıxıb da. Deyək ki, mən məsələn 229 yazsam, deyək ki, gəlin bura, 229 yazaq, yükləyək də. Bax, 229 yazıram nömrəyə görə. 229-u yazıram, 229 ilə bağlı çıxan bütün sənədlər, bax, gördünüz, bu qədər sənəd çıxdı, hə? Aşağı yenirəm, Excel bölmə var. Tıklayanda avtomatik bütün sənədlər, bax, bütün aktlar, daha necə deyərlər də 2-yə, 3-ə keçməyə ehtiyac qalmır. Excel formasında çıxır sizə. Yəni statistikada və ya hardasa istifadə etmək istəsəz, Excel formada buradan çıxır. Bir də yuxarıda əziz dostlar, bax fikir verirsiniz, burada status bölməsində qüvvədədir, qüvvədədir, qüvvədədir hissəsi var. Siz buradan yuxarıdan gəlib, məsələn, qüvvədədir, yox, bütünü seçə bilərsiniz. Qüvvədən düşən aktlar da ola bilər. Və ləğv olunmuşdur hissəsini seçərsiniz. Bax, fikir verirsiniz, 2 dənə akt çıxdı. Ləğv olunmuş
2 dənə akt çıxdı. 2014-cü ildə qəbul edilib, amma daha sonra ləğv olunub. Və yaxud da 2000-ci ildə qəbul olunub, daha sonra ləğv olunub. Yəni bu formada yuxarıdan ləğv olunmuş hissəsi ilə də deməli aktlar üzərində oynamaq olar. Və yaxud da ki, Naxçıvan Muxtar Respublikasının hüquqi aktları hissəsini tıklayarsınız. Görək 229 saylı Naxçıvan Muxtar Respublikasının aktları varmı? Bax gördünüz, tıkladım, aktivasiya elədim. 229 nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları çıxdı. Yəni demək istədim budur ki, siz yuxarıdan, bax burada bu qüvvədədir hissəsi ilə, əsas sənədlə, beynəlxalq müqavilə hissəsi ilə aktivasiya eləyə sənədlərin lokallaşdıra bilərsiniz, sənədlərin dairəsini kiçildə bilərsiniz. Yəni sizə lazım olan sənədin üzərinə tıklayıb tapa bilərsiniz. Tamam əziz dostlar. Ondan başqa buranı danışdıq, bir də qaldı nə? Məsələn, deyək ki, biz burada tıklayırıq, bir sənəd çıxır. Sənəd çıxandan sonra da müəyyən hissələr var. Deyək ki, 229-u tıkladım. 229 çıxdı burada sənədlər. Mən də buradan sənədlər hissəsində deməli gəldim. Deyək ki, Nazirlər Kabinetinin qərarı var, 4-cü. Tıkladım onun üstündən. İndi siz görmürsünüz. Mən ona görə ekranı gəlin belə eləyək də screen share-i dəyişdirim. Siz hal-hazırda başqa ekran görürsünüz çünki. Bax, diqqətləsəz, kabinetin qərarı açıldı sizdə, deyilmi? Kabinetin qərarı hal-hazırda açıldı. Bax, burada da bir hissə var, bax, burada da bir məqam var ki, qərar özü e-qanunda, yəni aktın özünü açandan sonra sağ yuxarı hissədə, bax, belə bir hərəkət edən ox işarəsi var aşağı doğru. Mən oxla göstərirəm, siz onu gördünüz yəqin ki. Yəqin ki, sizin ekranınızda görsənir, deyilmi əziz dostlar? Bax, o ox işarəsini tıklayırsınız, avtomatik onun üzərindən yüklə bölməsi çıxır. Yüklədə də 3 cür yükləmək mümkündür. PDF şəklində yükləyə bilərsiniz. Rekvizit ilə PDF yükləyə bilərsiniz ki, orada bütün reyestr nömrəsi, tarixi falan onların hamısı çıxır. Yəni o formada yüklür. Bir də Word şəklində yükləyə bilərsiniz. Yükləməyin də 3 forması var. Yəni onu istifadə edə bilərsiniz. Plus gəlirsiniz bura, bir də həmin aktın orijinalını götürə bilərsiniz. Şəkil var burada, şəkil hissəsi sağ hissədə. Daha doğrusu sol yuxarı küncdə ikinci mətn var, bir də şəkil var. Bax, şəkili tıklayıram, fikir verdiniz. Aktın özü orijinal çıxdı. Aktın özü orijinal çıxdı qarşımıza, əziz dostlar. Fikir verdiniz, bax, şəkil şəklində çıxdı qarşımıza. Yəni, oradan da çap versiyasına baxa bilərsiniz. Bu da belə. Ondan sonra ikinci yanında bir bölmə var, rekvizitlər. Bax, o rekvizitlər bölməsini tıklayaraq isə aktın növü, qəbul edildiyi tarix, qeydiyyat nömrəsi, bax, rekvizitlər, diqqət edirsiniz, adı, rəsmi dərc edildiyi mənbə, bax, boş yerə bayaq demədim, bax, rəsmi dərc edildiyi mənbələr var, əziz tələbələr. Bax, diqqət eləsəz, Azərtacın rəsmi internet saytı dərc olma tarixinə qədər göstərib. Xalq qəzeti dərc olma tarixinə qədər, nəşrə qədər göstərib. Azərbaycan Respublikasının qanunvericilik toplusu dərc olunma tarixinə qədər göstərib və s. Aydın, bu da göstərir, qüvvəyə minmə tarixi və s. və l. Yəni, rekvizitlərdə belə bütün məlumatlar var. Bir də versiyalar hissəsi var, əziz dostlar. İndi bir çox sənəddə çıxmır, bəzilərində çıxır. Məsəl üçün, tıklayanda bəzilərində deyək ki, köhnə versiya çıxır. Tamam mı? Bax, hal-hazır ki, bu versiya, bax, bu sənəd, bu ilkin versiyasıdır. Bax, siz onu görmürsünüz, mən tıkladım, açıldı da sənəd. Bu versiyalar hissəsini deməli açanda oradakı sənədin ilkin versiyasıdır. Bir də sənədin ilkin versiyası ilə mətn hissəsini tıklayaraq indiki versiyasını müqayisə edə bilərsiniz. Bax, indiki versiyada görün nə qədər dəyişikliklər edilib, məsəl üçün. Fikir verirsiniz, birinci, ikinci, üçüncü dəyişikliklər hissəsi var. Yəni, onlar görünür, amma deməli, versiyalar hissəsində görsənmir. Bir də ən mühüm məsələ, bax, bu əlaqəli sənədlər bölməsidir. Bax, əlaqəli sənədlər bölməsini tıkladım. Yəni, hal-hazırda mənim açdığım Nazirlər Kabinetinin müvafiq aktı ilə əlaqəli olan bütün sənədlər də çıxır aşağıda. Fikir verirsiniz, bir dənə kabinetin qərarı çıxdı onunla əlaqəli olan. Bir dənə də prezidentin fərmanı çıxdı onunla əlaqəli olan. Aydındırmı? Yəni, bəzən o əlaqəli sənədlər bölməsi sizin işinizə yaraya bilər. Bu əlaqəli sənədlər daha çox bilirsiniz harda işə yarayır, dostlar. Adətən qanunların deməli, tətbiqi ilə bağlı fərman olur. Bir çox adam həmin qanun tətbiqi ilə bağlı fərmanı tapmaqda çətinlik çəkir. Elə çətinlik çəkəndə e-qanunda deməli, hansı qanunun ki, tətbiqi ilə bağlı fərmanı tapmaq istəyirsiniz? Aha, bax, burada e-qanunu yeniləyirəm. E-qanunu yeniləyirəm. Məsəl üçün, nömrə üzrə deyək ki, biz bayaq tapmışdıq 698-2 deyilmi? Bunu axtarıram, qanun çıxır. Qanun üstünə tıklayıram, gəlirəm, bax, əlaqəli sənəd bölməsinə gəlirəm. Əlaqəli sənəd tıkladığımda, avtomatik indi burada çıxmadı, burada da yəqin bu konvensiya olduğuna görə çıxmadı. Amma deyək ki, məsələn, bələdiyyələrin statusu haqqında qanunlaşsaydım,
əlaqəli sənədlər bölməsini tıklayanda bələdiyyələrin statusu haqqında qanunun tətbiq edilməsinə bağlı prezidentin fərmanı da orada çıxacaqdır. Yəni bunu da istifadə edərək materialları o formada tapa bilərsiniz. Məndən bu qədər əziz dostlar. Yəni mənim söylədiklərim bu qədər. Varsa sualları alaq və bununla da yekunlaşdıraq. Bəli, müəllim. Bu versiya bölməsində biz dedik həm köhnə versiyası var, həm yeni versiyası. Bəs onlar eyni anda qüvvədədir, yoxsa? Xeyr, əlbəttə ki, mətn hissəsində olan əsas mətn qüvvədədir. Çünki e-qanun hər bir qanunvericilik aktı yeniləndikcə e-qanun da öz elektron platformasında yenilənməyə dair vəziyyəti, yəni yeniliklə bağlı dəyişdirilmiş, aktın dəyişdirilmiş maddələrini öz elektron platformasında yeniləyir. Yəni dəyişdirilibsə dəyişdirir, ləğv edilibsə ləğv edir, əlavə edilibsə əlavə edir. Aydındırmı Renat? Bəli, çox sağ olun. Başqa sual var mı əziz tələbələr? Təbriz müəllim, biz dedik ki, reyestr nömrələrini araşdırıb tapa bilərik, amma son 4 nömrə Nazirliyin özünün təyin elədiyi nömrələrdir. Bəs belə olan halda biz necə araşdırıb tapa bilərik o nömrələri? Hardan əldə edə bilərik dövlət reyestr nömrəsini? Onsuz da Ədliyyə Nazirliyi bunlar açıq olduğuna görə məxfi sənədlər istisna, yerdə qalan bütün sənədlər dərc edildiyinə görə, ictimai sənədlər olduğuna görə, ictimaiyyətə açıq olduğuna görə daha doğrusu, həmin sənədlərin reyestr nömrəsi onsuz da qanunda var. Bayaq mən sizə səhv etmirəmsə, Erol göstərdim. Yəni bəziləri dedik ki, təşkilati texniki xətalar ola bilər və yaxud da ki, əlavə edilməmiş ola bilər, köhnə sənəd ola bilsin, olub, o yenilənməyib və s. belə hallar ola bilər, amma əsas etibarilə bütün sənədlərin reyestri zaten qanunda var. Rekvizitlər bölməsində, bax siz hal-hazırda görürsünüz də burada. Rekvizitlər bölməsini tıklayanda hər bir sənədin aşağıda reyestr nömrəsi çıxır. Aydınmı Erol? Mən sualım biraz deyəsən qəribə oldu. Yəni demək istədiyim o idi ki, məsəl üçün biz sözlə ya da tarixlə araşdırmaq istəmirik, sırf reyestrlə araşdırmaq istəyirik. Bu reyestr nömrəsini biz hardan əldə edə bilərik? Yalnız qanundan. O reyestr nömrəsi də ancaq Ədliyyə Nazirinə müraciət edib almaq olar. Yəni o bildim nə deyirsiniz. Yəni deyirsiniz ki, e-qanuna girmədən, deyək ki, e-qanunun özündə mən reyestr nömrəsi əsasında araşdırma eləmək istəyirəmsə, o zaman ya siz onu müraciət edib Ədliyyə Nazirinə almalısınız, yəni müraciət eləmək. Amma buna ehtiyac yoxdur da, buna ehtiyac yoxdur. Amma onda sizin beyninizdə sual yaranır ki, onda reyestr nömrəsi mənim nə işimə lazım deyə bilərsiniz də Erol, deyilmi? Aha, bəli. Amma Erol bir söhbət var da, siz deyək ki, hər axtardığınız qanunu reyestr nömrəsini özünüz üçün götürüb qeyd edə bilərsiniz də kitabçamıza. Tamam mı? Növbəti dəfə artıq siz də girib orada sözməz yazmazsınız, elə birbaşa reyestr nömrəsini yazıb taparsınız. Başa düşdüm. Tamam, yəni bu mənada işinizə yaraya bilər. Sağ olun. Yəni reyestr nömrəsi birbaşa çıxardır da, yəni reyestr nömrəsini yazan kimi da başqa sənəd çıxa bilməz. Ancaq o sənəd çıxır. Nömrə belədir ki, siz 229 deyək ki, yazsaz, sərəncamda çıxacaq, fərmanda çıxacaq, ən azından bir 10-12 dənə sənəd çıxacaq. Amma reyestr nömrəsi hər aktın bir dənə reyestr nömrəsi var. Daha ikinci ola bilməz. Aydındır mənim, çox sağ olun. Mənim sualım biraz axtarış məsələsi ilə bağlıdır mətndə. Bəzən nə olur ki, xüsusi bir ifadəni, yəni axtarışa vurmaq istəyirəm, 2 və ya 3 sözün yanaşı gəldiyi ifadəni. Amma o 2 sözün, 3 sözün yanaşı gəldiyi sənədlər yox, onların fərqli yerlərdə işləndiyi sənədlər gəlir. Məsələn, deyək ki, sığorta əməliyyatı ifadəsinin konkret hansı aktlarda təsbit olunduğunu bilmək istəyirəm, amma onlar başqa cümlələrdə başqa yerlərdə işlənir. Bunun qarşısını necə almaq olur? Sözə görə axtarış bölməsini gördünüz. Mən hal-hazırda oxu gətirmişəm onun üzərinə. Onun yanında dəqiq uyğunluq bölməsi var. Bax görürsünüz, dəqiq uyğunluğu tıkladım hal-hazırda. Dəqiq uyğunluq bölməsini tıklayırıq. Dəqiq uyğunluğu seçdikdən sonra sözü yazırıqsa, avtomatik ancaq o sözün olduğu aktlar çıxacaq. Bura 2 və ya 3 sözün yanaşı gəlməyi də daxildirmi? Yəni Bəli. Sığorta əməliyyatının yanaşı işləndiyi, sığorta və əməliyyat sözlərinin yanaşı işləndiyi aktlar çıxsın. Bəli. O formada çıxacaq. Dəqiq uyğunluq bəlkə ola bilsin başlıqda belə deyək də, bəzi söz birləşmələri ilə bağlı problem yaşaya bilər. O zaman da ən pis ehtimalda başlıqda seçin də onu. Yəni başlıqda seçəcəyinizə görə sığorta əməliyyatları yazsaz, başlığında sığorta əməliyyatları olan aktların sayı maksimum olsun deyək ki 20 dənə. O 20 dənənin içinə siz təbii ki onu çıxardıb seçə bilərsiniz. Yəni. Bəs mətndə necə? Yəni mətndə də eyni qayda dəqiq uyğunluğu daxil etsək, mətndə də eyni qayda. Yəni o dəqiq uyğunluq məsələsini tətbiq etmək üçün 2 dənə söz yazırsınız, mətin bölməsini seçirsiniz və dəqiq uyğunluğu da seçirsiniz. Tamam, o zaman o ancaq 2 sözün yan-yana gəldiyi deməli abzaslar sizin üçün çıxacaq. Aydındır. Məsələn belə deyək,
Orada deyək ki, şəkil hissələrin ifadəsi deyil, sığorta sığorta əməliyyatlarında, yəni burada o şəkilçinin də xüsusilə ayrıca yazılmağı lazımdırmı? Yəni o ifadələr çıxsın, yoxsa sığorta əməliyyatı yazanda elə bu simvolların bir yerdə olmağı yetərlidirmi? Mən simvolların yetərli olduğunu düşünürəm. Yəni simvolların yetərli olduğunu düşünürəm, çünki o avtomatik vurur deyə mətnin içinə. Yəni deyək ki, sığorta əməliyyatlarındadırsa, onsuz sığorta əməliyyatları sözü larında sözünün tərkibində olduğuna görə o larındanı da ehtiva eləyəcək. Aydındır. Çox sağ olun. Başqa sual varmı? Bəs iki ayrı söz axtarmaq lazım gəldikdə biz vergül falan işlətməliyik, yoxsa elə ayrı-ayrılıqda yazsaq bəsdir? Yox, ona vergilə falan ehtiyac yoxdur. Yəni vergilə o zaman ehtiyac olar ki, siz hansısa bir qanunverici aktında dəqiq bir söz tapmısınız. Vergül nə qədər bilirsə, onda vergülü yazın. Vergülü yazın və dəqiq uyğunluğu seçin ki, sizə o vergül lazımdırsa əgər, onu seçin, onu çıxartsın. Yox, iki söz olanda amma vergül zad lazım deyildi. Onu deməyəm. Yox, ona ehtiyac yox. Ona ehtiyac yox. Çox sağ olun. Dəyməz, ona ehtiyac yox. Başqa sual varmı? Suallar artıq bitdi müəllim. Sualların çox olması məni əslində sevindirir bir tərəfdən. Amma mən yekunda bunu bildirmək istəyirəm ki, əziz dostlar, mənim sizə öyrətdiyim və e-qanun platformasının funksionallığına daxil olan bu punktlar kifayət edir, yəni hansısa aktı tapmaq üçün sizə. Bəzən o deyir, radikalın da radikalı var, aşırının da aşırısı var. Əlbəttə ki, var. Amma bəzi şeylər var ki, ona ehtiyac yoxdur. Yəni siz tapa bilirsiniz də. Mən bu öyrətdiklərimlə istənilən aktı tapmaq olur. Məxfi aktlar istisna, e-qanuna daxil edilməyən aktlar istisna. Bir-iki dənə də texniki xəta falan ola bilər, amma ümumilikdə bütün aktları tapmaq olur. Bu kifayətdir, yəni. Ən pis ehtimalda reyestr nömrəsini dediyim kimi daxil edib tapmaq mümkündür. Yəni onu da deyək ki, qanunverici baş idarəsində deyək ki, hansısa bir akt lazımdırsa, siz onu heç cür tapa bilmirsiniz, adını dəqiq bilirsiniz, amma yazırsınız, çıxmır, tapa bilmirsiniz, reyestr nömrəsini tapırsınız, reyestr nömrəsi vurulursa avtomatik çıxmalıdır, yəni. Çünki o reyestrdə qeydiyyata alınır və arxivdə saxlanılır. Bu, dövlətin qanunverici bazası nöqteyi-nəzərdən çox əhəmiyyətlidir, əziz dostlar. Və yaxud da ki, ola bilsin, təbii ki, olmaz belə bir şey, amma ola bilsin, elə bir akt ola bilər ki, e-qanuna unudulub daxil edilməyib. Amma o, ola bilməz ki, unudulsun Xalq qəzetində, Azərbaycan qəzetində dərc edilməsin. Çünki siz bilirsiniz ki, konstitusiyaya görə hansı bir aktın qüvvəyə minməsi üçün dərc edilməsi lazımdır. Ən pis ehtimalda gedib Axundov kitabxanasından Xalq qəzetinin, Azərbaycan qəzetinin, ondan sonra digər dərc deməli subyektlərinin əslini, orijinalını, nəşrini tapıb oradan çıxardacaqsınız. Yəni ən pis ehtimalı deyirəm. Yəni deyək ki, bir akademik araşdırma aparırsınız, heç cür tapa bilmirsiniz. O zaman mən bu dediyim versiyanda istifadə eləyə bilərsiniz, əziz tələbələr. Təbriz müəllim, sizə həm izləyicilər, həm də Adalosu sayt adından çox təşəkkür edirik. Çox maraqlı, faydalı, öyrədici bir mühazirə keçdi. Həm də yoldaşlara təşəkkür edirəm qatıldıqları üçün və öz sualları ilə bu müddəti daha maraqlı etdikləri üçün. Mən təşəkkür edirəm, əziz tələbələr. Bu çox sevindirici haldır ki, siz tələbələr yalnız, belə deyək də, sizlər üçün müəyyənləşdirilmiş dərs saatları çərçivəsində yox, eyni zamanda dərs saatlarından kənarda da öyrənməyə maraq göstərirsiniz. Bu məncə inkişafın, bu məncə deməli perspektivliliyin, bu eyni zamanda təşəbbüskarlığın bir mənalı göstəricisidir və uğura gedən yolun başlanğıcıdır məncə. Hətta başlanğıcından keçmişsiniz deyə düşünürəm. Ortalara doğru gəlib çıxmışsınız artıq. O mənada mən bunu çox yüksək qiymətləndirirəm. Hər zamanda, hər daimdə sizdən gələn bu cür təşəbbüslərə, bu cür ideyalara açıq olacağıma dair bəyanda buluna bilərəm və bunu bir söz kimi də qəbul edə bilərsiniz açığı. Mən də təşəkkür edirəm. Çox sağ olun. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun. Çox təşəkkürlər.